Secret Film F. Əvvəldə heç nə yox idi. Nə zaman, nə məkan, nə maddə. Sadəcə qaranlıq və boşluq. Sonra iki maddə birləşdi və bir səs gəldi. Ol. Böyük partlayış baş verdi. Kainat doğuldu. Ulduzlar yandı. Planetlər formalaşdı. Zaman və məkan yaradıldı. Amma kainat hələ tamamlanmamışdı. Tanrı Anu, güclü varlıqlar 7 Anunnaki yarattı. Onlar kainatı formalaşdıracaq, həyat verəcək və varlıqları idarə edəcəkdilər. The secret of the universe. Tanrı Anu sizə və mənə müxtəlif güclər verdi. Hər birimizin içində bir ünsür yatır. Külək, od, su, torpaq, işıq, zaman və ruh. Məqsədimiz sadəcə yaratmaq deyil, idarə etmək olacaq. Kainat nizamsızdır. Dünyanı yarat, ora həyat ver və varlıqlar yarat. Sənin əlinlə kainata nizam gətirilsin. Buyurduğun kimi, atam. Amma hələ ilk insan yoxdur. Torpaqdan gələn ruhla diriləcək. Elərmi xuddu da ilk söhbət. Üzərimizi olardıb. İnsanı idarə edən mənəm, amma ona şuur və ağıl verəcəm. Mən insana elmi verim. Ver. Və onu cənnət bağçası ilə tanış et. Bilirəm, tək darıxırsan, səbirli ol, bir zövcən olacaq. Doğrudanmı? Onun adını Manua qoyuram. İnsan artıq öz xalqını yaradı, Şümerlər doğulur. O tutki ki, Bərbə çağı ələzvi icgahlı yaradı. Tanrı Anu'ya and olsun ki, insanlar nankor olacaklar. İnsanlıq yüksəlir, düzənliklərdən, səhralardan keçərək çayların qucağında şəhərlər doğur. Nilin sahillərində piramidalar ucalır, əllərin və işığın birliyi ilə. Şərqdə isə Tigr və Fərat boyu torpaq nəfəs alır, Babil xalqı Yarı Tanrı, Şumerlerin kralıdır. Gilgamesh, sən insanlarla tanrılar arasında körpü olacaqsan. Vassəllər danışdı. Amma siz qulaq asmadınız. Əsas insanlar sizə qarşı çıxacaq. Və bunu mən edəcəm. Gamesh, sən artıq tək Uruk'un kralı deyilsən. Bəs kimə mən ki? Sən bütün Şumerlərin kralısan. Tanrıların iradəsi səndədir. İnsanoğlu tanrı taxtına yaxınlaşır. Ziusudra, oyan.
Kimsən? Mən Enki, bilik və hikmətin tanrısıyam. Dinlə böyük tufan gələcək. Tufan, bütün insanlıq məhv olacaq. Sən seçilmisən. Bir gəmi tik. Ailənlə və təmiz ruhlu insanlarla xilas ol. Çünki dünya yenidən doğulacaq. Enlil sends the great flood to cleanse the world. Cities vanish underwater. İnsanlar nankor oldular. Torpaq təmizlənməlidir. Ziusudra's ark floats above the chaos, glowing under lightning. Inside, people pray as the storm rages. Zaman keçir, bəşəriyyət yenidən yayılır. Müqəddəs vadidə insanlar böyük bir daş məbəd, Məkkə tikirlər. Amma zaman keçdikcə iman azalır. Cəmaət bütlər oymaq, daşlara və ulduzlara sitayiş edirlər. İnsanlar öz xalqının gözü qarşısında durub, öz xalqının gözü önündə dayanır. Bu insanlar Allahı tanımırlar. Amma zaman gələcək, onun adını hər yerdə eşidəcəklər. Profet Muhammed. Ey Adəm övladları, tək Allahı tanıyın, ona iman edin. Əgər doğrudursa Allahını sübut et, iman edək. Sübut göylərdədir, yerin altında, nəfəsindədir. Görmək istəyən üçün hər şey onu göstərir. Tüm göy, fırtınanın içərisindən parlaq bir varlıq danışır. Ey Enki, o ərəbi seçdik. Ona yazmağı, oxumağı öyrədin və bir kitab verin ki, insanlara haqqı çatdırsın. Adını İslam qoyun. İşığın içərisində, ulduzların əhatəsində əzəmətli Enki dayanır. Ey Mühəmməd, sən seçilmiş bəşərsən. Mən Enki, aləmlərin elmini daşıyan. Bu kitab sənə verilir ki, insanlara haqqı öyrədəsən və onları zülmətdən işığa çıxarasan. Dinlər çoxalacaq, müharibələr artacaq. Sən Tanrı anu qədər bilə bilməzsən, qarışma. Döyüşçülər yıxıldıqca xaos hökm sürür. Qan qumu ləkələyir. İnsanlar öz iradələri ilə seçir. Müharibə onların yolu olacaq. İnsanlar rəhmani keçid edirlər. Kainatdan bir çoxunun xəbəri var. Enerji sizə həyat verəcək. İnsanlıq üçün işıq olacaq. Tesla, əzəmətli bir kosmik taxta yaxınlaşaraq astral müstəvidə üzür. Sənə inanmayacaqlar. Etdiyin ixtiralar və işlərin hamısı unudulacaq. Yuxarıda Enlil Nibiru'dan baxır. İcazə vermərəm dünya dağılsın. İnsanlar Tanrı anını unudublar, fərqli inanclar var. Elm dəyişdi. Bilik və texnologiya artıq onların yolunu formalaşdırır. Hər şeyin bir sonu var. Baxın, insanlar öz yollarını seçir. Bu qaranlıq qüvvələr sizinlə bitəcək. Rahmani aləmə daxil olduqda ruhu buludların ardına yüksəldi. Qızıl işıq onu bürüdü və ucu bucağı görünməyən bir qüdrət peyda oldu. Nurla dolu Enlil. Dəccal artıq aranızdadır. Müqəddəs sükut pozulur. Anundakı tanrıları parlaq və hündür görünür. İlahi işıqla parlayan əsalar. Bu müqəddəs yerə qaranlıq toxuna bilməz. İnsanlardan başqa varlıqlar var dünyada. Bəli, var. İnsan formunda olanlar da var. The walls throb with energy. 3 portal qaldı. Onlar açılandan sonra kainatın sonu gələcək.
Bəlkə 4 sürünən varlıq, hündürboylu, zirehli, sarı-yaşıl parıldayan gözlər keçərkən hava enerji ilə çırpınır. Bizi durdura bilməzlər. Bu kainat çox dəyişdi. İnsanlar artıq özlərinə tanrı deyirlər. Amma vaxt yaxınlaşır. Mən onların sonda nə olacağını görürəm və bu dəfə heç kim xilas olmayacaq. İnsanlar hələ də xilaskar gözləyir. Xilaskar artıq gəlib. Ha ha ha. İnsanlıq təhlükədə, lakin hələ müdaxilə edə bilmərik. Onlar öz seçimlərini etdilər Enlil. Bizi çağırana qədər susacağıq. Yer kürəsi artıq dəyişir. Əgər indi müdaxilə etməsək, o özünü məhv edəcək. Bütün dünya bir sistemə çevriləcək. İnsan ruhu artıq enerji mənbəyidir. Bu hekayə görünməyən qüvvələrdən danışır. İnsanlıq düşündüyündən çox daha mürəkkəb bir kainatda yaşayır. Gizli məclislər, reptilianlar və masonlar. Galaktikanın uzaq ulduz sistemlərində keçirilən qəribə toplantılar. Bu dünya yalnız görünən üzündən ibarət deyil. Qədim varlıqlar və kosmik sirlər insanlardan gizlənir. Hər addım, hər qərar, kainatın böyük planına bağlıdır. İndi gözlərinizi açın. Kainatın sirri sizə görünəcək. Gizli mesajları, sirləri və qədim gücləri izləyin. Bu, sadəcə bir film deyil. Bu, kainatın öz səsi, sirlərin açılışıdır.